Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullah. Allah ibadet itaatlerinizi, oruç namazlarınızı kabul etsin inşallah. Bugün de değerli ustadlarla birlikte sizin huzurunuzdayıq. İnşallah yine de Hazreti Adem Peygamberin əhvalatından ibrətli nöqtələri müzakirə edərik. Hacı selamun aleyküm ve rahmetullah. Hoş gördük. Hoş gününüz olsun inşallah. Allah kabul eləsin ibadet taatimizi inşallah. Neyhan. Seyyid selamun aleyküm. Selamun aleyküm. Selamlayıram ustadı da, sizi de, tamaşaçıları da. Çok sağ olun. Aleyküm selam. Keçən səfər Hacı siz yox idiniz. Mir Cəfər ağa ilə biz Həzrəti Adəmin tövbəsini müzakirə etdik. Mənim olmamağına su-istifadə etdik. Bəli. Əffinizə sığınırıq. Deməli, çox maraqlı bir nöqtələr orada meydana gəldi. Deməli, Allah Təbarək və Teala buyurur ki, biz Adəmə, Həvva xanıma və bir də iblisə dedik ki, enin yerə. Amma bir-birinizə düşmən olaraq, yəni sizin aranızda əbədi olaraq düşmənlik qərar verilib. Siz dost ola bilməzsiniz. Yəni, Adəm Peyğəmbər, Həvva xanım bir cəbhədə, iblis və sonradan onun qoşunları isə digər bir cəbhədə. Düşmənsiniz və bir-birinizdən müğayət olun. Daha doğrusu insanlara tövsiyə edir ki, bu düşməndən çəkinin. Sonra Quran yazmır ki, neçə müddət keçdi, nə qədər keçdi, Adəmin tövbə etməsi və yaxud tövbəsinin qəbul olması nə qədər çəkib, Quran buna işarə etmir. Sadəcə olaraq Quran-ı Kerim, məsələn, Əraf surəsində buyurur ki, hər ikisi dedilər ki, Rabbana zələmna anfusana və illəm təğfir lana və tərhamna və nəkunənə minəl xasirin. İlahi, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, bizə rəhm etməsən, biz ziyankarlardan olarıq. Burada da incə bir nöqtəyə toxunub. Əslində, onlar bilirlər ki, Allah Teala istəmir insan ziyankar olsun. Ona görə o xisləti qeyd edilir ki, bağışlamasan, biz ziyankarlardan olarıq, onu da sən istəmirsən. Yəni, bağışla da biz. Bəli. Digər tərəfdən isə Bəqərə surəsində həmən ayədə buyurur ki, fətələqqa Adamu min rabbihi kəlimatin fətəbə aleyh. Adəm öz Rəbbindən bir neçə kəlmə öyrəndi, Allah da ona tərəf tövbə etdi. Və çünki o tövbələri qəbul edən təvvab, tövbələri qəbul edəndir və rəhimlidir. Burada çox maraqlı mənzərə bundan ibarətdir ki, görəsən Həzrəti Adəm Peyğəmbər nə öyrəndi Allah Teala'dan? Hansı kəlmələri öyrəndi ki, Allah da öz lütfünü, öz mərhəmətini ona şamil etdi, ondan sonra onun tövbəsi qəbul etdi. Elə Ustad sizdən başlayaq. Seyyid razı olmaz axırdan. Siz xeyli danışmışam. Sonra müminlər deyəcək, Seyyidi qoymursunuz danışmağa. Yox, müminlər... Dünən gördüm, yoxsuz bir zarafat edirlər. Orada biz öyrətdik, fətələqqa öyrətmək mənasına deyir axı. Fətələqqa Adəmə min rəbbi kəlimatin. Yəni, təlqini qəbul etdi də, yəni o aldı da, yəni Allahdan aldı kəlməni. Yəni, belə çıxır ki, Allah Teala Həzrət Adəmə tövbənin yolunu öyrətdi ki, sən bu sözləri deyil, ondan sonra biz sənin tövbə qəbul edəyik. Hazırdan haşiyə çıxım, siz davam edin. Belə siftədə bir dənə haşiyə. Haşiyə əvvəli ortada olur adətən. Hacı yaxşı bir şey toxundu o sözün mənasında. Tələqqanın lap kökündə tanışlıq var, rastlaşmaq var. Ona görə o hədis ki var, Əhl-i Beytin adlarını deyir ki, onların özünü, surətlərini gördü Adəm əleyhissalam. Yəni orada mənim yadımda olan iki dənə sözdür. Biri həmin o ayədir ki, Rəbbənə zələmnə anfusana ayəsidir ki, o idi, onun vasitəsilə və siz dediyiniz kimi ki, məsələn, Allah sən istəmirsən, biz ziyankar olaq, əgər bağışlamasın, biz ziyankarlardan olacaq axı. O da bir qəşəng nöqtədir. Çünki Əbu Həmzə Somalidə də yadınızda olsa, duasında bir yer var. Deyir Allah, mən bilirəm ki,
məni behiştə aparsan peyğəmbərin sevin, dostun sevinəcək. Cəhənnəmə aparsan düşmənin sevinəcək. Mən özüm bir şey olmasam da, amma sən bilirəm razı olmazsan düşmənin sevinsin, dostun narahat olsun. Bəli. Ona görə sən öz dostluğu sevindir. Hə, o Allahın xasiyyətindən əslində orada bəhs eləyir. Yəni Allah bu cür Allah. Kümeyl duasında var ha, deyir heç sənin keçmişdə də belə işlərin olmayıb. Bəli. Sənin keçmişdə də belə işlərin olmayıb. Bəli, məruf. Min fəzlik. Sənin işlərindən deyil. Biz belə tanımırıq. Belə tanınmamışıq. Şəbaniyə münacatında deyir ki, əgər sən məni günahlarımla tutsan, mən də səni məğfirətindən tutacam. Ya məsələn deyir, məni cəhənnəmə aparsan, cəhənnəm əhlinə elan edəcəm, mən sevirdim onu. Sən də öz məhbubu göndərməzsən cəhənnəmə, yəni razı olmazsan belə bu mövzular. Ki orada da deyir ki, sən axı istəməzsən bəndən ziyankar olsun, biz də bağışlamasın, biz ziyankar olacaq bu cürə. Və o Əhl-i Beytin adlarının da sözü var ki, hətta məsələn orada an vermə forması ilə ya Məhmud, ya Həmid bi haqqı Muhammed, ya bu cürə ki, bu cürə ya Fəqət var. Bu cürə ki, bu da var, bəzi rivayətlərdə o da var ki, onların vasitəsilə. Əslində bunlar qabiliyyət cəm idilər də hamısı. Bu da ola bilər, bu da ola bilər. Yox, əlbəttə heç bir ziddiyyət yoxdur bunların arasında. Bir nəfər bu yaxında deyəndə bir keçən illərdə hətta bir irad tutmuşdu Qurandan. Qurana haşiyə yazırdı. Qurana haşiyə yazırdı. Mən heyf ki, o adamı görənmədim ki, heç olmasa deyəm, namaz qılan idi. Bir həmdi soru deyə görək, bu vələzzalinin zahı hansı inandır. O cürə ki, Həzrəti Musaya Allah Teala bir yerdə deyir ki, yəni ənə Rəbbuk də o Fəxlənə aleykə İnnənə Allah mən sənin Allahımdan bir yerdə deyir ki, mən aləmlərin Allah. Yəni bunu bir irad kimi. Mənə biraz da qəribə nə gəldi, ruhanilərə demişdi, biraz ruhanilər da elə biraz bunu müzakirə obyektinə çevirmişdir ki, orada müzakirə eləməni bir dəfə hər ikisi düzdür yerindədir. Allah həm mənim Allahımdır, həm aləmlərin Rəbbidir. Hətta Musa əleyhissalam deyir, çağırdım, ay günahkarların Allahı. Deyir, 3 dəfə ləbbeyikdir. Deyir, onda düz adamların Allahı deyil. Ya məsələn o bəhsində yerin zəlzəli oldu, sayiqi oldu, dağ qalxdı göyə. Məsələn, o yerdə ki, Həzrəti Musa götürür qovmundan fəxtara Musa qovməhu səbəyinə rəculən. Orada 70 nəfər seçdi getdi. Yolda da bunlar nafərmanlıq elədi. Həzrəti Musa deyir, burada belə bəhsimizdən qıraqda olsa bir qəşəng nöqtə var. Bilirsinizsə yadınıza salıram. Deyir ki, Həzrəti Musa gördü ki, aləm dağılır. Dedi, Allah sən bizi bu səfeylərə görə bizi öldürətsən. Bizim imamət mövzusunda cəmaata nə deyəcəm? Cəmaata nə deyəcəm? İmamət mövzusunda ki, seçmək bəhsi gəlir. İnsanlar imam seçə bilərlər, ya seçə bilməzlər. Bu bəhsdə bu qəşəng bir dənə mövzudur. Məsələn, əgər mən durum özümə imam seçim, mən necə imam seçə bilərəm? Axı, mənim ona elmim çatmır, nə biliyim çatmır, nə qüdrətim çatmır. Allahın Peyğəmbərinin özü seçdiyi 70 nəfərə özü qayıt dedi. Bu səfeylərə görə bizi lihaz-ı süfəha deyir də, bu səfeylərə görə bizi öldürəcəksən. Yəni, Peyğəmbərin seçimi belə çıxanda, gör, indi adi insanların, adi ümmətin seçimi necə çıxar? Ki, gəlib ümmətin seçimi ilə sən insanlara kadr çatışmaması idi də, Peyğəmbər gördü, ən ağıllıları elə bunlardır. Bunlardır, bəli. İndi söz də bundadır ki, adam, məsələn, qəribə bir dənə burada mövzu var. Şəlməqanının bəhsi gələndə çox uzaqlaşdım desən. Yox, hacı, buyurun. O da gəlir. Şəlməqanının İmam Zaman barəsindəki mövzusu, naiblik mövzusu gəlir, çıxır ortalığa. Şəlməqanı bilirsiniz də alim idi, böyük alim idi. Amma imamlar, İmam Həsən Əskəri əleyhissalamda, səhv eləmirəmsə, İmam Zaman da Əzzəlallah Teala fərəzüşər, hər ikisi onun fasiqliyi barəsində elamiyyə verdilər də, yazdılar, payladılar ki, bu fasiqdir. Fiski də o yerə gəldi, çıxdı. Aləmə fisk toxumunu əkən Bəni Abbası gəldi, onu zindanda öldürdü. O qədər həddini aşdı. O, Şəlməqan. Şəlməqanın iradı nə idi İmam Zamana? Niyə məni özünə mavin seçməyib?
Niyə məni özünə naib seçməyib? Maraqlı bir məsələdir axı. Orada da bir adam olmadı, Şərməğaniyə deyək ki, evi yıxılan. Bax, bu imamın imamətliyini qəbul edirsən. Bunun naibliyini də qəbul edirsən. Yəni, imam bəli yerindədir və özünə naib də seçə bilər. İndi sən durub həmin imama irad edirsən ki, nədir? Niyə məni seçmədin? Axı, bu hansı məntiqə uyğun gəlir, elə deyil. İndi burada da, məsələn, qəribə bir dənə bəhsdir. İmam dediyin nədir? Niyə seçmə dediyin nədir? Sən niyə də irad elədiyin nədir? Burada da qəribə bir dənə mövzu budur ki, sən vəli Allah. Elə deyir. Bu vilayət Allahın ki. Bu göndərən işi də Allah hamdan yaxşı bacarır. Kimi də seçmək lazımdır, Allah hamdan yaxşı bacarır. Bu yanında biz deyirik ki, Allah seçməsin, biz gərək özümüz seçək. Allahu a'lam haytı yəcəl. Bəli, Allahu a'lam yəcəl. Özümüz də bu yana gündə 50 dəfə Quran oxuyuruq ki, deyirik ki, Allah özü bilir risaləti kimə vermək lazımdır. Yaxşı, o mövzudan, indi sözüm buradadır ki, Həzrəti Musa da aparanda bir dənə sahiqi oldu, bir dənə yer açıldı, bir dənə dağ qalxdı, bunun hansı olurdur? Üçü də olub. Ya 3 dəfə bunlar gediblər, hərəsində biri olur. Ya bu yeri də var elə bir dəfiyə, o millət ki, hər nə ləcazəti elədi Həzrəti Musa ilə o cəmaat. Birində dedi, bunu yemirik, onu ver, bunu dedi, bu bulağı da susudur da. Soğan sarımsaq verir. Sonra soğan sarımsaq verir, sudur. Dedi, o bulaqdan biz içmir. Ya şimdi o vezdiyi də oldu, çıx cəhənnəm ol get. O birisi deyir, yox, biz gərək hamının suyu ayrıca gəlsin. Həzrəti Musa da Allahın izindən onlara 12 dənə çeşmə açır. Bu boyda vilayətdə 2 dənə artizan yoxdur. Bu boyda taifə idi. Allah onlar üçün məcbur oldu. 12 dənə seçmə şeylədi. Çeşmə, bəli. Şeylədi. Bu mövzularda ki, yəni hamısı baş verə bilər. Bir səfərdə də yeri var elə üçü də baş versin. Bunu elədi, olmadı. Bunu elədi, olmadı. Bunu elədi. Axırda bu vəziyyət. Qədələ mərhələ idi. Biri təvəssül idi, biri mətn idi. Aynı Seyid ki, oradan gəldi bu qədər söz, biraz başınızı ağrıtdım. Seyid ki, buyurdu, bunun ikisi də ola bilər, ikisi də ola bilər. Elə bunlar deyə bilər ki, Rəbbənə zəlamnə ənfusana və ənləm təxfirlərlə tərhamlə ləkunənə minəl xasirin. Dalıcanda bunu da deyə bilər. Üzrə adi, bizə adidən alaqara namaz qılırıq, qunutda 5 dənə şeyi dua eləyirik də. Hacı, mən dönürəm Seydə. Seyd, mən maraqlandıran burada nədir? Mən maraqlandıran budur ki, yəni Həzrəti Adəm Peyğəmbər doğrudanmı bilmirdi necə dua etmək lazımdır, necə müraciət etmək lazımdır ki, məsələn, Allah onun yolunu öyrədir. O ki, elm almışdı Allahdan. O ki, bütün əşyaların adlarını, əsmanın hamısını Allah öyrətmişdi ona. Bu qədər elmin sahibi, bu qədər özü də Peyğəmbərdir, özü də. Sonra Allah buyur ki, mən onu seçmişəm, Peyğəmbərdir. O, yəni, dua etmə yolunu, bağışlanma yolunu bilməyib. Allah sonradan öyrədib ona. Çünki deyir ki, Allahdan bir neçə kəlmə özü də xüsusi olaraq vurğulayır. Yəni, bu xüsusi əlavə bir vəhy olub ona. Nəinki ümumi vəhyin içərisində. Yox. Nə qədər bilsəydi, Allah qədər də bilmirdi. Yox, aydın məsələdir. Yəni, mənim üçün maraqlıdır ki, yəni, bu ya və yaxud elə məqsəd elə Əhl-i Beytin adlarıdır. Hər ikisi ola bilərdi. Yəni, belə deyək də, ümumiyyətlə, ənbiyanın ədəbi bəhsinə daxil olsaq, yəni, Peyğəmbərlərin Allah Teala qarşısında necə ədəblə rəftarına biz Quran-ı Kərimin ayələrində şahid oluruq ki, ağla sığmazdı. Yəni, görsən, Əyyub əleyhissalam o nəhənglikdə müsibət gəlir başına. Yəni, elə bir ki, qıcıq yaradan bəlalar gəlirdi. Heç kəsin evinə zəlzələ düşmür, bunun evinə zəlzələ düşür, məsələn. Heç kəsin olmur, bunun 10 övladı, 11 övladı. Birdən ölür. Orada deyir ki, Rəbbi inni məssəniyyədur və əntə ərhəmur rəhim. Vəssalam. Ay Allah, mənə zərər dəyib və sən ən yaxşı rəhm eləyənsən. Heç nə demir. Heç nə. Yəni, Yunus əleyhissalamın zikri Yunusiyyəsi maraqlıdır. Nə istədi orada Allah'tan? Və zənnuni zəhbə müqadibən fədənnəllə nəvləl fənadə fədilmət. Allah ilahə illə ənt. Subhanəkə inni kuntu minəzəlim. Heç nə istəmir. Səndən başqa ibadəti layiq yoxdur. Sən pak və münəzzəhsən. Mən zalimlardanam. Davamında Allah nə deyir? Fəstəcəbnə Allah. Biz qəbul etdik onun istəyini. Nə istəmişdi o?
sadəcə Allahın Allahlığına etiraf etdi, bəndən özünün acizliyini etiraf etdi. Bu ədəb Allah Teala buyurur ki, fəstəcəbnə ləh və nəcəynə minəl qəmm. Qəm-qüssədən də azad etdim, sonra da bizə mesaj göndərir, söz atır Allah Teala. Siz də belə eləyin və kəzəlikə nunjil. Yox, aydın. Ora gəlmək istəyirəm. Allah Teala'nın verdiyi elmlərin hamısını bilə bilər. Hətta qaydasını da bilə bilər. Resulullah sallallahu aleyhi və aleyhi Allah Teala nə buyurur? La ta'cel bil Qur'an, la tuhaddik bi lisanaka li ta'cele bih. Dilini tərif etmə. Mən deyim sonra oxa yəni. Bilirsən, sənə mən öyrətmişəm. Amma mən deyim sonra. O da ola bilər. İkinci tərəfdən də Adəm əleyhissalam bəşəriyyətin həyat ustadıdır. Yəni belə deyək də ifadəm kobud səslənəcək, amma atalar söz olduğu üçün bərbərliyi onun başında öyrənir bəşəriyyət. Yəni o günaha düşür, o günahdan çıxmağın qaydasını öyrənir, o tövbənin qaydasını öyrənir, necə eləmək lazımdır. Məsələn, bugün Quran-Kərimdə biz oxuyuruq ki, وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفِرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا. Peyğəmbərin yanında tövbə eləyin, Peyğəmbər də sizin üçün tövbə eləsin, Allah qəbul eləyər. Adam baxır ki, niyə? Adəm əleyhissalam da elə eləyib, 5 nəfərə and verib. Yəni, sistem o vaxtdan başladılıb öyrədilməyə. Hətta bəzi alimlərin rəyi budur ki, düzdür Adəm əleyhissalam öz ixtiyarı ilə o yolu seçdi. Amma Allah Teala da əzəli zati elmi ilə bilirdi ki, bəşəriyyət elə bu şəkildə öyrənəcək qayda qanunu, şeytanın düşmənçiliyini, birisinin sizə yalandan and içməyini. Quran-Kərimdə bunların dərsləri bizə niyə verilir? Deyir ki, Yaqub əleyhissalamın övladları hönkürə gəldilər. Yəni, ay insan, gördün ki, ən çox inandığın, hətta öz övladın hönkürür, o demək deyil ki, düz hönkürür. Yalan da hönkürə bilər. Ay insan, övladlarının onu yığışsa, birini öldürməyə, öldürə bilməsə, tövbə eləsə, qəbul eləyə bilərsən. Bu dərslər hamısı Peyğəmbərin həyatında bizə verilib də. O cümlədən Əbul-Bəşər, Adəm əleyhissalamın, Peyğəmbərlər, Əbul-Ənbiya, Peyğəmbərlərin, övliyaların, imamların babası olan, atası olan Adəm əleyhissalamın həyatında Allah Teala bizə onların hamısını öyrədir ki, belə elə, belə elə. Növbəti bir məsələni deyim, Hacı indi öz əlavəsini deyər. Ağıl nə deyir? Mənim bir Allahım var, o hər şeyə qadirdir. Mən ondan öyrənim tövbə eləməyin yolunu, ya öz başına deyim, mən tövbə eləyirəm sənə. Yaxşı bəndə, zirək bəndə, deyər ki, elə ondan öyrənim də, elə onu da o desin. Elə bil ki, ərk eləyir. Övlad gəlib valideyn deyir ki, mən neynəsəm sən xoşu bəyilər, məsələn. Necə eləyim bunu? Necə eləyim, hə? Neynəsəm məlumat verəsən? İnstitutu qutarır, akademiyanı qutarır, gəlir özündən təcrübəlinin yanına deyir ki, mənə göstərişlər ver. Bir də Seyid, bir dənə də mövzu mənim zehnimə gəldi, 2 dənə mövzu. Biri, elə hər ikisi Seyidin dediyinin demək olar ki, içərisindədir. Biri budur ki, Həzrəti İbrahimi oda atanda Cənab Cəbrəl gəlir, deyir, hələk hacətun, ehtiyacın var, deyir, fəəmmə iləykə fəla, sənə yox. Deyir, onda istə Allahdan. Deyir, mənim elmuhu bihali əfsəlimin sualı. Allahın mənim halıma olan elmi mənim deməyimdən artıqdır. Daha ali məqam. Daha ali məqsdir, bəli. Yəni, mən hansı dillə vəziyyəti Allaha başa salım ki, onun elmindən artıqdır. Mən elmi, şeydə demir, Ayətəl Kürsüdə ki, əhatə eləyib. Düzdür, istəyirəm, o Yusuf əleyhissalamı İbrahim əleyhissalamla müqayisə edirlər. Deyirlər ki, Yusuf əleyhissalam müxləs məqamına çatmışdı da. Yəni, elə bir məqamda edəcək və kəzəlikə linəsrifə anhu su'ə vəl-fəhşə. Nəinki Yusuf günahdan qaça bilirdi, biz günahı Yusufdan uzaqlaşdırmışıq. Belə bir əzəmətlə deyir, Yusuf əleyhissalam hələ İbrahim əleyhissalam olmuyor. Deyir ki, şahın yanında mən deyərsiniz ki, bəli. İbrahim əleyhissalam nə deyir? Bilir də. Bir də Seyid, bir dənə ki, mövzu var. Yadınızda düşəcək indi o da. Əvvəlül elmi mərifətül cəbbar və axırül elmi təfvizül əmri ilə. Elmin əvvəli mərifəti cəbbardır. Axırı hər şey Allahın ixtiyarında qoyulur. Məsələn, siz dediniz o Həzrəti Adəmin, o cürə ya Həzrəti Yunusin ki, və əntə ərhəmur rahimin, Allah, mənim pis gün deyəm, görürsən.
Sən də ərhəmir rahimsən. Bu tam şəkildə özdə bir var, məsələn, belə də baxa bilərik də. Həzrəti Yunus Allahın peyğəmbəridir. Allah ona nə öyrətsə bilirdi, öyrətmədiyin bilmir ki, bu əqidəmiz budur. Yaxşı, ola bilər Həzrəti Yunus fikirləşər ki, hələ mənim bəlam davam eləməlidir, ya qurtarmalıdır. Mən deyərəm, axı Allah saxla, onda axı belə çıxar ki, nə edirəm? Məsələn, İmam Səccadə o kişi dedi ki, biz istəyəndə xəstələnirik, istəyəndə sağalırıq, istəyəndə varlaşır, istəyəndə kasıblaşır. Yəni Allah eləyir bizi, biz istəyirik, Allahdan eləyir. İmam dedi ki, bizdə elə deyir. Allah istəyəndə biz xəstələnirik. Hər ikisi Allahdır. Amma burada Allahın istəyinin qarşısında bu tam təslimdir. Bu anda Allahın istəyinin öz istəyinin tuğlunda qərar verib. Elədir, elədir. Gözəl, gözəl. Burada da məsələn Təhfizül Əmrili Həzrəti Yunus yox, Əyyub. Həzrəti Əyyub doğrudan da çətin bəlalarda. Birdən adamın uşağının barmağını belə tikan batanda dönüb baxır, birdən 10 dənə oğlu dünyasını dəyişib. O qəribəsi məsələn, ola bilər, bunların suyuna zəhər qatıblar, onun birdən öldürüblər. Bu olar. Amma bir dənə kətdə bütün evlər yerindədir, zəlzələ bir dənə bunun evini batırıb. Bu Adam sataşmaqdır da. Bu bilmir ki, da özü məqam peyğəmbərlik məqamıdır axı. Bu məsələn ki, görəsən Allah bu bəla davam eləməlidir, ya eləməlidir. Deyir, Rəbbi inni məssəniyə zur. Sən görürsən, mənim da heç nəyim qalmadı. Amma sən ərhəmir rahimsən. Rəhmətin bunun davam eləməsini iqtiza eləyirsə, davam eləsin. Saxlamağın istəyir, saxlasın. Həzrəti Adam da o baxım. Yəni, Nuh əleyhissalam övladına görə bir söz deyir Allah Teala. Amma əhkamul hakimin. Sən yaxşı, düzgün mühakimə sənliydi ha. Mən belə başa düşürəm deyirəm, yəni sən bilərsən. Həzrət Zəkəriyanın da həyatında gəldi, Həzrət Məryəmi o vəziyyətdə gördü ki, hesabsız ruzi gəlir. Ondan sonra dua eləyir ki, mənə övlad ver. Sonracı da inanmır o vəziyyətdə ki. Başa düşdüm ki, yəni Allahdan bir siqnal almamış, onların ədəbi qoymur ki, Allah qabaqlasınlar. Yəni ki, Allah məsləhət bilirsə, İlahi məşiyyətə istəmirlər, yəni toxunsunlar. Çox gözəl, çox gözəl. Təşəkkür edirəm. Deməli, burada biz 2 dənə personaj görürük də bu dastanda. Bir iblisin personajı. 3 idi, biri tez çıxdı da, mələklər tez çıxdılar. Bir iblis, onun Allahla danışığı, diyalogu, rəftarı. Bir Həzrəti Adəm. İblis yolunu azdı, təkəbbürlük etdi və başladı yersiz müqayisə etməyə ki, Allah buyurdu ki, nəyə görə mən öz əlimlə yaratdığıma sən səcdə etmədin? O dedi ki, mən ondan üstünəm, xeyirliyəm, məni oddan, onu torpaqdan yaratmısan. Sonra dedi ki, ilahi sən azdırdın. Fəbima əğvəytəni, sən məni azdırdın. Tökür Allahın boyuna. Mən də uğviyyənnəhum əcmain. Mən də onların hamısını azdıracaq. Yəni, günahı özündə görməkdənsə, nöqsanı özünə nisbət verməkdənsə, onu nisbət verir yenə də Allah. Onda bizdə başqasında günah axtarma oradan qalır. Bəli. Ən böyük cəmiyyətimizin problemi bu iblisin dili. Bu iblisin dili. Günahı atır başqa, yəni Allahın boynuna. Amma Həzrəti Adəm, ki, Rəbbənə nöqsan bizdədir. Biz özümüzə zülm etdik. O Yunus Peyğəmbərin o zikrində də o özünü inni kuntu minəzzə. Sən Subhanəkə, sən paksan, sən nöqsansız. Nöqsan məndədir. Əslində Allaha da bu lazımdır da. Durub Allaha da yol göstərmirdir. Fəilləm təğfirlənə. Sən özün biləsən, bağışlamasan biz getdik. Biz də ziyankarlar. Bu ikisinin müqayisəsini biz geri aparaq ki, yəni işin sirri nədədir? Nə üçün iblis əbədi qovuldu? Nəyə görə Adəm Peyğəmbər bağışlandı? Hacı, buyurun. Buyurun, Hacı. Mən belə 2 cümlədə deyə bilərəm ki, elə onlar hamısı öz haqqına çatdı. Çünki iblis qovulmağının səbəbində elə israrlı idi, davamlı idi, hələ də israr edir, hələ də davamcıdır. Elə deyir, mən dediyim dediydi, bundan başqası yoxdur. Hələ o günahından sonra əvəzin ki, tövbə eləyə çəkinə
hələ deyir ki, and içir ki, aldadacam, həyasızlıq eləyir. Ondan sonra Sən elədin. sən elədin, bəli, bu cürə şeyləri. Ondan məsələn, o ya eyyuhəl insan ma qərrəkə bi rəbbikəl kərim Quran demir. Səni bu cürə kim cəsarətləndirdi? Sən hardan belə oldun? Ki, məsələn, bunu əməlli başlı belə, laf sadə dildə dirəşib. Dirələmişəm, elə düz eləmişəm, bundan da sonra davam edəcəm. Onu kim buraxar? Kim bağışlayar? Belə lap dünya məhkəməsi, dünya polisi, dünya məsələn qanunu. Onu heç kim şey eləməz ki, elə də elə deyir. Heç məqul da deyir. Heç kim tərəfindən də qınanılmır bu. Ki, bir adam elədiyi günahın üstündə diyana və kim də onu da əhv eləməyərlər, onu da keçəcək eləməyərlər. O tərəfi durub günahlandırasan ki, niyə keçəcək eləmirsən? Bu desin ki, bilmədim. Bu. Həzrəti Adam da ki, təbiidir, Allah yaradmışdı. Düzü yaxşını pisi ilham eləmişdi, amma tövbə yolunda qoymuşdu da. Həzrəti Adam da Allahın o qanunu ilə, sünnəsi ilə əməl edir, tövbə deyilir, yəni o səhvin də boynuna alır, lənəkunənlə minəl xasirin də deyir də, əlbəttə biz ziyankar, təkidlə deyir, biz ziyankar olacaq. İblis də tövbə yolunu qoymamışdı. Eləmə də xo. Yəni qoymuşdu da, belə çıxır ki, mümkündür ki, qoymasın. Yox, məsələn, əgər belə deyək də, yəni bizim o hədisdən, filandan ələ gələn, indi Seyid də deyər mövzunu, münasibətimi, əgər məsələn, Allah ki, Ərhəmər Rahimindir, Təvvabur Rəhimdir, həsənət təcavuzdur, bax görün, neçədə nə şey var, Ərhəmər Rahimindir, hamıdan çox rəhməti var. İblisə də şamil ola bilərdi, elədir. Ondan sonra Qəfur Vəduddur, mehribandır, bağışlayandır, Səri-ür-Rizadır, və özdə həsənət təcavuzdur. Biz görürsən, məsələn, mən bir səhv eləmişəm, gəlirəm səndən üzr istəməyə, sən yaxşı da deyinək, get, məsələn. Gözüm görməsin. Gözüm görməsin səni. Ya, eybi yox da, məsələn, indi də Seyid də ağız açıb, ona görə keçə bilmirəm. Amma Allah bunların heç birini gətirmir orada. Elə gözəl surətdə, elə gözəl formada bağışlayır ki, bu cürə sifətlərə malik olan Allah xüsusən də bəndəsinin, məxluqunu yaxşı yerə çatdırmaqdan ötürü və Allahın elə şeytanla işi, şeytanı gətirib ora çıxardan Allah birdən öz qanununa uyğun şeytan da tövbə eləsəydi, Allah bağışlayardı. İlla ki, şeytanın mövzusu gəlir Fironun mövzusu kimi olaydı. Fironun mövzusu kimi. Məsələn, belə baxanda orada şeytan tövbə eləsəydi Allah qəbul. İndi şeytan tövbə eləsə qəbul eləməz. Niyə? Çünki Firondan görürük. Firon o vaxt tövbə eləyəndə Allah qəbul eləmədi. Ondan qabaq şey eləsəydi qəbul eləyərdi. Dəlilimiz nədir? Dəlilimiz odur ki, Həzrəti Musanı göndərəndə deyir ki, İzhəb ilə Firavunə, innəv təğa və qulləhə qovləm ləyinə, lələ yətəzəkkər əv yaxşa. Ged onun tərəfinə, tüğyan eləyib, həddin aşıb. Amma yumşaq danış, bəlkə başa düşdü və qorxdu, çəkindi. Demək, Allah Musanı göndərəndə hələ Fironun tövbə eləmək şansı var idi və bu sözdən daha aydın görükür ki, bəlkə yadına şey oldu da, nəsihət qəbul elədi, qorxdu, deməli mən qəbul eləyəcəm də onu. Amma gəldi suda boğulanda dedi də yox. Şeytan da bir mərhəliyə, indi 100% demək olar, Allah 100% əstəğfurullah, Allahın yerinə danışmaq olmasına, Allahın qanununa, Allahın indiyə qədərki işlərinə baxaraq adam deyir ki, bir gün qəbul eləməz. Şeytanın hesabına bu qədər qanunlar tökülüb, bu da insanlar zülüm çəkib, müsibət çəkib, cəhənnəm qazanıb. Yəni, ən azı 50%-ində şeytanın əli vardı, keçən dəfə onu danışdıq. 50% deyə nəfsdir, 50%. Lap 10% şeytandır. Amma onda qəbul eləyərdi Allah tövbəni. Belə də, elə tamamilə doğrudur. Bir dənə məsələ də var, bu psixologiyada da çox müzakirə olunur. Səbəb-nəticə qanunu insanın xasiyyətlərinə də hakimdir. Mən nə istəyirəm? Mənim istəklərimin istiqaməti kamilliyə doğru gedir. Yəni, bir istəyim olursa, ondan daha üstününü istəyirəm, o olursa ondan daha üstününü. Və mənim istəklərim verildikcə, mən o tutduğum hədəfə doğru gedəndə, o yolda uğur qazandıqca
o sahədə daha çox qalınlaşıram, daha çox kamilləşirəm, daha çox iblis, daha çox iblisləşir getdikcə. Bəli. Yəni Adəm əleyhissalamın məsələsində 10% iblis idisə, indi artıq milyonlarla faiz. Alimlərdən biri gözəl deyir, siz necə düşünürsünüz? İnsanlar bugün əsrlər sonra inkişaf ediblər, texnologiyanın belə inkişaf etdiyi vaxtda, insanların beyninin belə inkişaf etdiyi bir vaxtda şeytan inkişaf eləməyib. Şeytan deyir, daha peşəkardır. Ona görə axir zaman hədislərində var ki, iman saxlamaq əldə kösöv gəzdirməyə qədər çətin olacaq, halal qazanma. Niyə? Çünki şeytan çox professionaldır. Qabaqçı deyil ki, gör neçə milyardları azdırıb, nəhəngləri, bələmi, bağruları, samiriləri, kimləri azdırıb, indi daha peşəkar iblisdir. Modern dəlilləri var, yolları var. İndi desək ki, yox, yenə şeytanın praktik olaraq tövbə etməsi mümkündür. Bu o deməkdir ki, biz deyək ki, deməli, məxluqat daha çox xəbisləşdikcə nəsə problem yaranmır, elə əvvəlki yerindədir. Demək çətindir axı. Fəlsəfi baxımdan bəli, nəzəri baxımdan iblis tövbə edə bilər, bəli, qapı açıqdır. Bu eləməz. İblis tövbə eləməz. Yəni, bir dənə Adəm əleyhissalama görə bu qədər acıqlı bir düşmənə çevrilən, bu qədər övliyalara görə necə acıqlı düşmənə çevrilər? Söz verdi Allah ki, əksəriyyətini şükr edən görməyəcəksən. İndi o ayələri oxuyaq. Mən burada bir nüansa toxunardım icazə versəniz iblis barəsində. Deyir ki, bir dəfə Həzrəti Musa Peyğəmbər, Həzrəti İsa Peyğəmbər, hər ikisindən var deyəsən, deyir, iblisi görür, iblisə deyir ki, bəs şeydir də, sən niyə tövbə eləmirsən? Deyir ki, tövbə eləsin. Həzrəti Musa Peyğəmbər, deyir, sən niyə tövbə eləmirsən? İblisə deyir. Deyir, tövbə eləsəm Allah məni bağışlayar. Deyir, əlbəttə bağışlayar, Allah bağışlayandır. Deyir, onda get Allaha de ki, bəs şeydir, məni bağışlasın. Və gəlir ki, ilahi, bəs iblis tövbə eləmək istəyir. Yola gəlib deyəsən. Adam olur. Bəs tövbə eləmək istəyir. Deyir, Allah məni bağışlasın. Allah deyir ki, problemi yoxdur. Getsin, Həzrəti Adəmin qəbrinə səcdə eləsin, bağışlayaram. Gəlir, iblis, Həzrəti Musa Peyğəmbər iblisə deyir ki, bəs sənin müjdə var. Allah deyir ki, bağışlayaram, getsin Adəmin qəbrinə səcdə eləsin. Mən diriliyinə səcdə eləmədim, torpağına gedim şirk eləyim. Mən dirilikdə ona səcdə eləməmişəm. Gedim şirk eləyim. Həmin söhbətdir. Yəni, bu varlıq istiqaməti belə tutub. Bu belə istiqamət tutub. Bu bəşəriyyətə, baxın, böyük təfsir alimlərindən biri çox gözəl dedi. Şeytanda bir neçə xasiyyət var. Bu xasiyyətlərdən biz onu xarakterizə etməliyik. Bir, o qədər acıqlı varlıqdır. Bir dənə səzdəyə görə, belə deyək də, 6000 illik ibadətini rədd elədi. Yəni, tapdaladı. Olmasın bu ibadətlər, ancaq bu faxıllıq. Yəni. İkincisi, o qədər düşmənçiliyi çoxdur ki, and içib. Özdə Allaha yəqinliyi var idi, söhbət eləyirdi, söhbətdə dedi, fəbi izzətikə. İzzət, özdə Allahın əziz adına and içdi. Əziz adı nüfuz qəbul edilməz, nüfuz etmək mümkün olmayan, təsir qəbul edilməzdir. Yəni, buna təsir eləmək mümkün deyil. Belə bir varlıq, durub deyəsən ki, yola gələcək yavaş. Bu, yəni, sadəlövlükdür. Burada iblis haqqında nəzər almaq lazımdır. Hacı Seyid, məsələn, bu nə baş vermişdi? Bundan nə boyda şey istənmişdi ki, bu qədər and içdi, bu qədər inatkarlığa çevirdi, bu qədər məsələn... Onun için göstərirdi, onun daxilin göstərirdi. Nə boyda demişdi, bir daha buna salam məlik elədi. Eyni ilə həmin sözün davamı idi, Talutun məsələsini dedilər və nəhnu əhəqqu bil mulki minə. Allahdan sərkərdə istəyirlər. Sonra deyirlər ki, Talut niyə? Biz daha layiq. Yəni, bunun içində bu var ki, deyim elə məni seçsin. Və ya başqa problemlər ki, tarix boyu baş verib, hamısının kökü ustadı iblisdir. Oradan gəlir. Siz nə demək istəyirsiniz? Bir elmi cərəyan var, son vaxtda bütün dünyada da məşhurdur. Düşmənşünaslıq. Bəli. Düşmənşünaslıq çox vacib amildir. Tibbdə bu mikrobşünaslıq kimi göstərilir.
Yəni çalışırlar bu xəstəliyi yaradan səbəbi tanısınlar, aradan qaldırsınlar. Onun əleyhinə vaksin düzəltsinlər. Bu çox vacibdir. Həyatda da budur da, yəni bir avtomobili aparırsan ustaya, onun problem yaradan hissəsini tapır. O cümlədən həyatda da məsələn erməni müsəlman davasında söhbət erməni müsəlmandan yox, o düşmənçilik toxumunu tapmaq lazımdır ki, onun səbəbi nədir o? Gözəl ustadlardan biri bir söhbət eləmişdi ki, İmam Hüseyin İslam qatili kimdir? Yeziddir, Şimrdir, Ömər Səddir, kimdir? Bunlar hamısı qatildir, amma əsl qatil indi də yaşayır. O da nəfsdir. O da şeytandır, hələ də yaşayır. Yenə də İmam Hüseyni öldürə bilər, İmam Zaman öldürə bilər. O cümlədən Allah Teala Nisa surəsində bir ayə buyurur. Adam həyatı yaşadıqca ayələr adama yeni kimi görünür. Euzubillahimineşşeytanirracim. Vallahu a'lamu bi a'daikum. Allah sizin düşmənlərinizi yaxşı tanıyır. Hamılar yaxşı tanıyır. Ələm. Görəsən şeytan haqqında deyilənlər düzdüyə yox. Allah Teala buyurur: "İnnehu lekum aduvvun mubin. Vallahu a'lamu bi a'daikum." Allah sizin xeyrinizi, şərinizi yaxşı bildiyi üçün sizə nə mənfəətdir, nə zərərdir, bunları yaxşı bildiyi üçün bu məsələlərə, yəni sizin xeyrinizə zərər vuracaq düşməni də yaxşı tanıyır. Sonra buyurur ki: "Və kəfa billahi veliyya." Sizə Allah hami olsa bəsdir bu düşmənin əlindən. Və kəfa billahi nəsir. Allah kömək olsa bəsdir. Yəni biz şeytanı düşmən hesab edəkmi, etməyəkmi? Allah buyurur ki, uşaqsan, mən səndən yaxşı bilirəm, sən görmədiyin şeyləri mən görürəm. Sən gördün ki, sənin baban, sən mənə deyə bilməzsən ki, niyə bizi belə dünyada yarattın? Mən sizi bu dünyada yaratmamışdım. Siz yaradın. Mən sizi, sizin tipinizi cənnətdə yaratmışdım. Amma bu şeytan sizi çıxartdı. Hələ onda qeyri peşəkar idi. İşinin nəticəsi bu oldu ki, Adəm əleyhissalam cənnətdən çıxsın. Sizdə əbədi cəhənnəmə salmayınca əl çəkmək istəmir. Yəni siz bu başdan tövbə eləyin ki, daha çox peşəkarlaşmayasınız şeytanət yolunda. Daha çox şeytan olmayasınız. Minəl cinnəti və nas olmayasınız. İnsan getdikcə məsələn görür ki, şeytanın marağımla mənim marağım üst-üstə düşür. Adını şeytanlıq qoymur. Amma elə metodlardan, elə hilələrdən, elə tədbirlərdən istifadə edir ki, görsən öz şeytani arzularını həyata keçirərkən olur bir dənə şeytan özü də insan cildində şeytan. Yəni daha yaradıcı, daha xəllaq, daha təhlükəli. O Əli əleyhissalam bir kəlamı yadıma düşdü. Filan kəsin timsalında Allah, şeytan filan kəsin timsalında bütün arzularına çatıb. Bəli, bəli. Bütün arzularına. Bu bilirsiniz nə deməkdir? Hədə insan şeytanlaşır da. Profesional, peşəkar universal. Hər tərəfli şeytan olur. Şeytan bir sahədə şeytançı, bu artıq, yəni bunun ən təhlükəlisi budur ki, şeytana adam deyir ki, Allah şeytana ləyətləsin. Dəli şeytan belə elədi. Buna deyə bilmirsən. Bir də şeytan belə gəlib adamla üzbəüz durub danışa bilmir axı. Bu gəlib adamla üzbəüz. Bu bizə oxşuyur. Ət-ətimizdən, qanı-qanımızdan. Bunun adı şeytandır, bunun adı insandır. Xeyirxahdır güya məsələn. Yaxşı. Əraf surəsində bu əhvalat biraz geniş formada bəhs olunmuş. Allah Təbarək və Teala Həzrəti Adəmin yaratmaqdan danışır və səcdə əmri verir mələklərə. Hamı səcdə edir. İblisdən başqa ki, səcdə edənlərdən olmadı. Sonra Allah buyurur ki, mən dedim, nəsmani oldu ki, səcdə etmədin. Dedim, mən ondan xeyirliyəm. Mən oddan, onu torpaqdan yaratmışsan. Allah da buyurur ki, bəs buradan en. Sən haqqın yoxdur burada təkəbbürlük eləyəsən. Özdə alçaqcasında buradan çıx. Təhqir olunmuş. O da deyir ki, qalə ənzirni ilə yevmi yub'asun. İlahi, mənə möhlət ver, ta ki onlar qiyamətdə dirilənə qədər. Bəli. Qalə innəkə minəl munzərin. Allah da buyurur ki, sən möhlət verilmişlərdənsən. Sonra buyurur. Qalə fəbimə əğvəytəni ləəq'udənnə ləhum siratəkəl müstəqim. Bəli. İblis də dedi ki, İlahi, sən ki məni belə azdırdın, mən də onlar sənin sirat-ı müstəqimində, yəni düz yolda əyləşərəm onların yolunun üstündə azdırmaq üçün.
Sonra onların həm önündən, həm arxasından, həm sağından, həm solundan onlara tərəf gedib hücum edərəm. Və onların əksəriyyətini şükrdən görməzsən. Allah da buyurur ki, çıx buradan, o danlanmış, o peşman olunmuş halda. Çıx buradan, kim sənə tabi olsa, mən cəhənnəmi sizdən dolduracağam. Sonra keçir Həzrət Adəmin, Həzrət Adəmlə davam edir. İndi burada İblis nə üçün istədi ki, mənə möhlət ver və Allah da o möhləti verdi ona. Yəni, nəyin hesabına o möhlət istədi? Yəni, doğrudan mı bunu özünə haqq bildi? Və özünü haqlı bilirdi burada və Allah da bilirdi ki, Allah da bunu verəcək mənə. Nəyin hesabına idi bu? Hacı. Yəni, niyə mənə möhlət verəcək? Yəni, bu deməli, bu istəyi istəyirsə, deməli 100% bilir ki, Allah bunu mənə verəcək də bunu mənə. Belə mən belə başa düşürəm, indi belə zehnimdə çox o mövzuat bir şey yoxdur. Allah ki, deyir, mən heç kimin əməlini zayi eləmərəm, heç kimə borclu qalmaram, kim nə eləyibsə, onun müqabilində onu verərəm. Mümkündür şeytanın o qədər ibadət itaətinin müqabilində Allah Taala şeytanın o istədiyini təmin elədi. Ki, bu işləri görmüşdün bu da sənin. Bir də biraz da bəndələr üçün imtahan olacaq da. Ki, bəndələr də bu şeytanın vəsvəsəsi. Biraz hacı. Biraz da ehtiyatla deyirəndə. Yarba-yarı. 50-50-yə razılaşmış o da onlara. Ki, belə də o cəhətdə var. Çünki liyəbluvakum əyyukum əhsənu əməla imtahan eləyək ki, görək daha hansız yaxşı əməl sahibidir. Yəni, bu ibadət etmişdi, onun müqabilində Allah əcrini istəyirdi ki, ahirət istəmirəm, bu dünyada verir. Allah kim əcrinin müqabilində nə istəyir, Allah Taala verir də. Bizə də verir, biz elə bilirik ki, elə bu olmalıdır. Amma əslində elə yediyimiz, içdiyimiz hamısı çox onların müqabilindədir. Həm də biz, məsələn, inkar eləmədiyimizə görə, şükrümüz davam elədiyinə görə hətta belə, indi axirət payımızı da saxlayır. Və Allah Taala əməl eləyənlərin əməlini, düzdür o ayədə deyir, yaxşı əməl eləyənlərin əməlini zayi eləməz, yəni onun üstünə də bir şey qoyar, verər. Amma belə də var ki, rivayətlərdə hətta kim nə əməl eləsə, fəmən yəməl misqalə zərrətin xeyrən yerə, məsələn, ya şərrən yerə. Belə deyək ki, bəlkə də şeytanın elə əməlinin, o günahının nəticəsində idi. Allah Taala bu möhləti də ona verdi. Çünki deyir, və la təhsəbənəlləzinə zələmu ənnamanunu ləhum xeyrun ləhum. İnnəmanum lilləhum liyazdadu ismən. Biz o zalimlara möhlət veririk, belə fikirləşməsinlər. Bizim onlara verdiyimiz möhlət onların xeyrinədir. Əslində biz onlara o möhləti veririk ki, biraz da günahların, pisliklərini çoxaltsınlar məsələn. Bu baxımdan da ola bilər. İndi Seyid də yenə... Burada bir məhsur qalır, problem qalır, istəyirdim ona toxunam. Kimsə də düşünməsin ki, indi şeytan 6000 il ibadət etmişdi də. Allah niyə bizi atırdı onun cənginə, caynağına? Allah Taala cavab verir. Ləysə lək əleyhim min sultan. Sənə möhlət verirəm, amma sənə icazə vermirəm, yəni təkvinən icazə vermirəm hakim olasan bəndələrə. Vəsvəsə eləyə bilərsən. İndi bəndədir, ağıl vermişəm, iradə vermişəm. Özünə sərf eləyəndə min əziyyətə dözür. Çox təəccüblü deyə. Bugün məsələn insanları dindən uzaqlaşdıranlara baxın. Deyirlər ki, dindən uzaqlaşın. Məsələn, ateizm yaxşıdır, dinsizlik yaxşıdır, sekülərizm yaxşıdır və s. və ilə. Yaxşı, uzaqlaşdım, qoşuluram sizə. Neyniyim? Deyir, gəl, bu qədər əziyyət çək bir level qalxacaqsan, sonra bu qədər əziyyət çək bir level qalxacaqsan. Yaxşı, bu əziyyətləri çəkəcəkdim. Elə mən, o deyir, Kərbəlayı filan kəsər, Allah üçün bu qədər əziyyət çəkir, cənnətin qapıları taybatay açılardı üzünə. Yaxşı, mən bu qədər əziyyət çəkəcəm, sən də burada çəkərəm də, niyə gəlib sən dinsizliyində çəkirəm? Sən mənə nə verdin ki? O, Quran-ı Kərimdə müharibələr barəsində Allah Taala buyurur, deyir ki, siz niyə şikayətlənirsiniz ki, döyüşmüsünüz İslam mücahidlərinə buyurur və sizdən ölən, yaralanan olub. Qarşı tərəfdən olmayıb ki, onlardan da ölən, yaralanan olub da. Yəni,
Demək istəyirəm ki, kimsə deməsin ki, şeytan niyə bizə hakim? Şeytan bizə hakimdir. Həzrəti Musa deyir, Allah Qurani-Kərimdə deyir ki, Bəni İsrail Həzrəti Musaya dedi ki, sən gəlməmişdən də qabaq bizə əziyyət çəkir. Yenə əziyyət çəkir. Yenə əziyyət çəkir. Həzrəti Musa da deyir ki, səbr eləyin. Allah sizi qalib eləyəcək, Allah sizə böyük nemətlər verəcək. İndi biraz onda əziyyət çəkmişsiniz, biraz bunda. Bunların müqabilində hamısında Allah ağıl verib də. Şeytanın ağılı olsaydı heç o işi görməzdi ki. Allah bizə ağıl verib, xəbərdarlıq da eləyib ki, allanma da şeytan. İnnehu lakum aduvvun mubin. Aşkar düşməndir sən. Mən sənə deyirəm ki, lap belə iti mən bağlamışam orada. Yaxşı, zənciri də uzundur. Sənin qolundan tutub deyirəm ki, bu yandan get, oradan getsin, it səni qapacaq. Gedirsən oradan, it səni qapır. Günah mənimdir, itin ya sənin, sənindir də. İtin xasiyyəti qapmaqdır. Mənim də işim odur ki, sənə əvvəlcədən xəbərdarlıq eləmişəm, qolundan da tutmuşam. Özdə hidayət mövzusundakı acı var, iki cürədir hidayət. İrayə-i təriq, isal və mətlub, bir yolu göstərmək, bir də əlindən tutub mətləbə aparıb çatdırmaq. Deyir, Allah Taala'nın hidayəti əslində tərif baxımından irayə-i təriqdir, yol göstərməkdir. Amma o yol göstərməyi elə göstərib ki, elə isal və mətlub, əlindən tutub. Məsələn, gəlsən birinə deyirsən ki, mən məsələn filan kəs ilə necə dedim, deyir ki, qabaqdan dön gedərsən. Hə, bu yolu göstərdi, yolda düz göstərir. Amma biri dayanır, elə izah eləyir. Deyirsən ki, elə gəlib eviyyəsinə deyirsən, uşaqlı orada məsələn bir nəfər rast gəldi mənə, elə izah elədi, elə bir gətirdi, elə hətta qoydu, məni getdi. Allah'ın mesela birine deyirsən ki, hardadır? Otur, mən də ora gedirəm. Otur, aparım səni. Yəni Allah'ın o qanundan baxanda, teori baxımından baxanda irayə təriq yol göstərməyə də olsa, amma əlindən tutub aparır. Əsas getmək istəməkdir. Ora getmək istəyir ya yox. Sən ora getmək istəyirsən ya yox, bəli. Hacı, burada digər bir məsələ. Vaxtımız var? Varmızdır. Ha, var, xeyli var da. Burada bir dənə iblis burada bir neçə diaqnoz qoyur insanlara, proqnoz verir. Bir budur ki, deyir, وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ. Bunu sənə istəyirəm ünvanlayayım. Çətinləri mənədir. Onların əksəriyyətini şükrədən görməzsən. Yəni, əvvəla iblisin bu elmi hardan idi ki, insanların xasiyyətini bilir. Və bilir ki, uğur qazanmışdı artıq. Və bildi ki, insanların əksəriyyətinin aşkır olacaq. Özü də Allah da digər ayədə buyurur, وَقَالِلُ مِنْ عِبَادِيَ şükür edən bəndələrim Allah Teala elmi ilə bilirdi o heç. Yəni, iblis səhv söz demədi. Belə üzr istəyirəm Seyyidimdir növbə, amma şeydir də, elə Həzrəti Adəm ki, birinci insan idi, hələ bu şey demişkən, provkada qalmamışdı, ondan sonra nə bilim, haqqına belə də insanlar əziyyət elə, belə beşdin içərisində, məsələn, o cürə ki, Həzrəti Adəmi Allah'dı bu şeytan. Bu gərginlikdən neyəcəkdir? Ondan sonra bilir də, daha şeydir də, bundan sonrası nətər olacaq o baxımdan. Bir də mümkün də Allah Teala da insan barəsində bəzi məlumatlar vermişdir də, çünki yaxı deyəndə ki, necə alim fil ərzi xəlifə, mələklər nə dedi? Ətəcəli fiyhə mən yefsid, və yəsvəqəd dima, yer üzündə fəsad eləyənləri, qan tökənləri yaratmaq istəyirsən. Burada iki söz deyirlər də, bir deyirlər, bu nəsnaslar ki, insana bənzər məxluqatlar ki var, əvvəlcədən var idi, mələklər onların həyatını görmüşdülər. Bir də deyirlər ki, Allah Teala tam onlara xəbər vermişdi. Bu cəryan belə olacaq. Yoxsa mələklər hardan bilirdi ki, qan tökəcəklər, fəsad eləyəcəklər. Şeytan da onların içərisində idi də, şeytan da bilirdi. Yəni, insan psixologiyasını bir adam biləndə o bilir ki, səbəb nəticəni bilirsən. Bəli, biri deyir, gəlir, dayanır birinin yanında, deyir ki, filan kəndə neçə saata gedərəm, deyir, yeri. Deyir ki, naqa deyə gedərəm, onu deyir. Deyir, yer getdə. Bu yeriməyə başlayan kimi deyir 2 saata. Deyir, onu bayaq niyə demədim? Deyir, yeriməyi görmürdüm. Onda indi sürəti ölçdüm dedim. İndi şeytan da gedişata baxırdı da, görürdü ki, nədir? Ona uyğun deyir. Ağacı çox qəşəng mövzuya toxundu. Bunu qəlbçə salmaq lazım deyil. Adəm əleyhissalam o cür relaks vəziyyətdə, komfort vəziyyətdə, hər şey əlində, acmır, susamır, amma gedir yeyir. O biriləri ki, görürdü ki, daha bunlar qırılırlar acından. Bunlar
Daha Bəli, rahat. bəli. Bu bir məsələ. İkinci məsələdə baxın bəzi cümlələrin, ayələrin biz özümüzdən nəticəsini qatırıq mövzuya. La təcidu əksərəhəm şakirin, elə bildi ki, vəssalam, bunlar əbədi bədbəxt olurlar. Ondan söhbət getmir. Düzdür, əksəriyyəti şükür edə olmayacaq. Amma Allah deyəcək, ay nankörlər, evi bağışdırın, gelin cənnət. O da var axı. Və qalilun min ibadiyə şəkur, o demək deyil ki, ancaq qalil aparacaq cənnətə. Bəli. Bu ideal məqsəd ki var, ola bilər iblis o ideal məqsəddən saxlasın. Bir də Amma sonda məğlub olacaq. Kəm min fiyyətin ilə qələbət fiyyətən kəsirə də var da. Yəni, bunun içərisində bir dənə şakiri 1000 dənə naşükürə bərabərdir də. Həm də birinin şəfaəti ilə o üstləri də şamlı. Yəni, üst-üstə götürəndə Allah Teala peyğəmbərlərə şəfaət imkanı verib, özünü bağışlanmağı yerində, imamlara, məsumlara verib, ovliyalara verib, peyğəmbər vərəsələrinə verib, mollalara demirəm, başqa cürə başa düşərlər, peyğəmbər vərəsələrinə verib. Hətta sən rivayətdə ver, bir adam gecə namazı qılsa, Allah ona 100 nəfərə şəfaət eləmək imkanı verər. Bunları da üst-üstə götürəndə elə yenə inşallah cəhənnəm boş olar, bir dəstə gedər, onu da elə hamının ürəyindəndir getmək, belə o geçsin. Yaxşı. Burada gəldik Həzrəti Adəmin vəsvəsə olunma məsələsinə. Əvvəla onu deyik ki... Qaydırıq arxaya, nə? Yox, arxaya qayıtmırıq. Burada çünki tamamilə başqa bir ifadələr işlədib Əraf surəsində. Biz Bəqərədə başqa ifadələr görürük. Bəli. Tahada başqa ifadələr gördük. O bəhsi açır, satacaq vaxt. Vaxt çatacaq hacı. 8 dəqiqə, 7 dəqiqə qalır. Hacı, çatacaq, narahat olmayın. Çünki bu bəhsləri eləmişik, sadəcə bu ifadələr biraz təkmilləşməlidir. Buyurur ki, biz Adəmə dedik, ey Adəm, sən və zövcən cənnətdə məskunlaş. Yiyin, için, amma bu ağaca toxunmayın, çünki zalimlardan olarsınız. Şeytan onlara vəsvəsə etdi, liyubdiyə ləhuma ma vuriyə anhuma min səvatihima. Ona görə vəsvəsə etdi ki, onların o ayıb yerləri, o qaranlıq yerlərini onlara aşkar etsin. Eyiblərini onlara göstərsin. Və Allah və iblis belə dedi. Və qal: "Ma nahakuma rabbukum an hazihi şəcərəti illa an takuna malakayn aw takuna min al-khalidin." Allah ona görə sizə bu ağacdan yeməyi nəhy eləyib, qadağan eləyib ki, əgər yesəniz siz 2 mələk olarsınız və ya əbədilərdən olarsınız. Yəni Allah istəmir siz mələk olasınız və əbədilərdən olasınız. Bəli. Və qasaməhuma, İblis and içdi onlara, yəni Adəmlə Həvvaya ki, inni ləkuma minən nasihin, mən sizin xeyrxahınızam. And içir və onları inandırır. Fədəlləhuma bi qurur və onları yalanla deməli aldatdı. Dəlilləndirdi. Bəli. Elə ki, onlar Adəmlə Həvva ağacın meyvəsindən yedilər, onların eyibləri, yəni o ayıb yerləri, qaranlıq yerləri onlara görsəndi və başladılar cənnətin deməli yarpaqlarından, ağacların yarpaqlarından özlərinə örtməyə. Yəqtin. Və tafiqa yaxsifani aleyhima min varaqil cənnə. Və Allah nida etdi. Mən sizi bu ağacdan çəkindirməmişdimmi və deməmişdimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir? Aha, burada. Ümumiyyətlə, bu ifadələr nə deməkdir? Yəni, həqiqətənmi Adəmlə Həvva öz, burada məqsəd nöqsanlarıdır, yoxsa ayıb yerləridir? Məqsəd nədir? Buyurun hocam. İnsanın bir də nəyəsə qadağan olunanda insan niyə elə vəsvəsə olunur, qızışır, gicişir ki, hey, məsələn, görəsən nədir o, görəsən nədir o? Dedi ki, istəmirsiniz mələk olasınız və ya əbədi qalasınız. Onun yolunu tapmışdı da. Bir də şeytanın vəsvəsə elədiyi şeylər insan fitrəti ilə üst-üstə düşürdü. Keçən dəfə də onu dedik. İnsanın əbədiyyətə meyli var. İnsanın mələk-simi olmağa meyli var. İnsanın, məsələn də, necə deyək də, belə kamilliyə meyli var. Şeytanın da vəsvəsəsi hamısı onun saxtasını yaratmalıdır. Sümmiyə şübhəti bir şüvvəl, yəni əşbəhü bil həq.
Əleyhissalam deyir, şübhə ona görə şübhə deyirlər, haqqa oxşayır da. Haqqa oxşayan şeylə gəlib adamı aldadırlar. Bəli. Bir də burada məsələ budur ki, mən buradan bir başqa formada mövzuya girişmək istəyərdim. Baxın, Allah Teala niyə buyurur ki, onların ayıbını aşkar etmək üçün yubdiyə ləhuma səvatuhum. Onların ayıblarını aşkar etmək üçün bunu etdi. İnsan nə qədər ki günaha gizlin qalıb, həyası var. Hələ zahirən də olsa ümid yeri saxlayıb özü üçün. Elə ki günahı aşkarlandı, həyasızlaşır. Həyasızlaşan kimi şeytan ona hakim kəsilir, qamarlayır onu. Əslində Adəm əleyhissalamın tövbəsi şeytana çox böyük zərbə idi. Şeytan onu öz qoşunu hesab eləmək istəyirdi. Alınmadı. Bizdə də belədir. Ona görə bizə buyurulur ki, günaha israr eləməyin. Yoxsa günlərin bir günündə abrınızı aparacaq iblis. Abrınızı aparandan sonra artıq dünən çəkindiyin günahları da eləyəcəksən. Bugün dünyada da fikir verirsiniz. Eləmədilər və də peşman olacaq. Son hadisələr, video şantajlar ki var beynəlxalq arenada görürsünüz, nələrdir onlar hamısı. Yəni, əlimdəsən, istədiyim elə. İblisin metodudur bu. Adəm, səni rüsva eləyəcəm ki, sən mənə qoşulasan. Adəm əleyhissalam da çətin də olsa bu döngünü dönə bildi. Və elə döndü ki, iblis yaxınlaşa bilməsin. 40 il yazırlar. 40 il tövbə. Yəni birinci dəfə ilahi üzr istəyəm deyəndə Allah qəbul eləməzdi. Elə bir manevr elədi ki, iblisin ümidi kəsilsin ondan. Ki, Allah Teala thumməctəbahu. Sonra Allah Teala seçdi onu. İblisin məqsədi bizi rüsva eləməkdir. İblisin məqsədi ilk növbədə bizi öz gözümüzdə rüsva eləməkdir. Öz gözündə insan necə rüsva olar? Ümidsizlik, məyusluq və özgüvənsizlik. Məndən adam olmaz. Mənim kitabım bağlanıb. Daha mən gedə bilmərəm. Mənimki bitdi. Bundan böyük günah hamısı nəyə qulluq eləyir? İblisin yaratdığı o auraya. Ki, günahımı üzə çıxardır ki, mən ən azı öz gözümdə rüsvay olum. Öz gözümdə rüsvay olsam, ümidsizləşəcəm, məyuslaşacam, özümə inanmayacam. Nəticə nə olacaq? Deyəcəm, yox, mən cəhənnəm əhliyəm, elə nə qədər bacarıram dedim. Bu iblisin metodudur. Mən burada bir dənə də şey başa düşdüm. Siz çox gözəl nöqtələrə toxundunuz. Hacı da çox gözəl nöqtələrə toxundu. Allah hər ikinizdən razı olsun. Burada həm də biraz iblis Allaha biraz acıq vermək istəyirdi. Yəni, baxa, sən buna görə dedin səcdə elə, filan elə, məkan elə, amma bunların nöqsanları var. Mən o nöqsanları üzə çıxardacağam ki, və bildirmək istəyirəm ki, elə mən haqlıyam. Yəni, buna bir növ Allaha... Mən də sizin bu sözünüzdən daxil olaraq bir şey demək istəyirəm. Həmişə bu mövzuları danışırıq, nəticə almaq lazımdır məncə. Axır, cüzəni payızda sayırlar. Axırı kim qalib gəldi? Allah ya iblis? Əlbəttə Allah kim qalib gəldi? Adəm əleyhissalam tövbə elədi və seçilmişlərdən oldu. Bəli, bəli. Allah şəxsən onun hidayətini thumməctəbahu rabbuhu fəhəda. Yəni, onu seçdi və özü hidayət etdi. Qaldırdı yuxarı, məqamını yüksəltdi. Yəni, bunu da unutmayaq. Bəli, bəli. İblis çox şey bacarır, amma hər şeyi bacarmır. Bəli, gözəl.